ABŞ-da adı gizli saxlanılan bir şəxs normal həyat sürərkən qəfil pedofilli meylləri göstərməyə başlayır. O evli idi, ailə münasibətləri sabit idi və əvvəllər bu cür davranış əlamətləri göstərməmişdi. Qısa müddət ərzində uşaqlara qarşı qeyri-münasib maraq formalaşır və nəticədə hüquq mühafizə orqanlarının diqqətini cəlb edir. Lakin hadisə zamanı aparılan tibbi müayinələr gözlənilməz bir həqiqəti üzə çıxarır. Kişinin beyninin frontal payında, xüsusilə orbitofrontal korteksdə bir meningioma, yəni xoşxassəli, amma təzyiq yaradan bir beyin şişi aşkarlanır. Bu nahiyə beynin əxlaqi dəyərlərin formalaşması, impuls nəzarəti və empatiya hissi ilə sıx əlaqəli olan hissəsidir. Şiş bu mərkəzin fəaliyyətinə mane olaraq onun davranışlarını dəyişdirmişdi. Cərrahi əməliyyat nəticəsində şiş çıxarıldıqdan sonra həmin şəxsin pedofilli meylləri tamamilə yox olur. Bir neçə ay sonra davranışları yenidən normallaşır və o əvvəlki şəxsiyyətinə qayıdır.